Hər birinizi xoş gördük əzizlərim. Bugün çox qeyri-adi olacaq bir açılım edəcəm. Özümü də çox dəhşət maraqlandıran suallardan biri olacaq. Çünki biz artıq elə bir dövrdə yaşayırıq ki, stabil heç bir planlama eləyə bilmirik və ölkədə qanunlar mı dəyişir, müəyyən bizim belə deyək də idarə edə biləcəyimiz bir şey yoxdur. Və istəyirəm ki, bu açılımı ona görə açaq ki, yaxın 3 və 6 ay ərzində ümumiyyətlə bizim belə deyək yer planetimizdə nələr baş verəcək, qlobal səviyyədə dünyanı nələr gözləyir, ona baxacağıq. İlk öncə olaraq bu kart bizə məlumat verir ki, indiki situasiyada hər şey sanki yatmış vəziyyətdədir, sakinlikdir, yəni hərəkətsizlikdir. Çox xüsusi olacaq müəyyən qlobal proseslər hələ o qədər yox, deyilə sakinlikdir, tufan baş verməmişdən qabaq. Bu kart bizə söyləyir ki, əzizlərim, Qılınc kraliçası ümumiyyətlə lider bir xanımı bildirir, strateg bir xanımı bildirir və biz hətta belə deyək də qılınc kraliçasını bir hərbiçi strateg kimi də nəzərdə tuta bilərik. Çünki bu arkanın izahı ondan ibarətdir ki, bu qadının soyuq ağlı var, müdriklüyü var və strategdir. Emosional fonu yoxdur, emosional deyil, sadəcə özünün intellektinə belə deyək arxalana bilir. Və ona görə biz bunu əgər qlobal səviyyədə qılınc kraliçasını görürüksə, bu deməkdir ki, dünyada məsəl üçün müəyyən bir qadın anlayışı generalmı, strategmi deyəcək olacaq, belə deyək, müəyyən proseslər var ki, bəlkə hansısa xanımın belə deyək təsiri olacaq ümumiyyətlə, yer üzündə olacaq qlobal proseslərdə, bəli. Və bu yüksək qüvvələrin göstəricisi ondan ibarətdir ki, əzizlərim, yaxın 3-6 ay ərzində baş verəcək situasiyalar yüksək qüvvələrdən olacaqdır. Yüksək qüvvələr anlayışı nə deməkdir? Yəni, təbii ki, biz bilirik ki, prezidentlər var, ölkəni idarə edən qanunlar var, konstitusiya var. Amma ondan da yuxarıda dayanacaq, belə deyək də, baş rahib onu göstərir ki, indiki olacaq situasiyalara, belə deyək, hətta prezidentlərin özünə, yəni yuxarıda dayanan insanlara belə yüksək qüvvələr təsir eləyəcək və xüsusilə yüksək qüvvələrin nəyəsə işə qarışıq prosesi olacaq. Yəni, bu olan yaşanılacaq qabaqda nə varsa, bu yüksək qüvvələrdən bizə gələcəkdir. Və növbəti olacaq qadın, belə deyək, pul, pentakl. Bu, əslində bizə bunu izah eləyəcək ki, burada müəyyən, belə deyək, qılınc kraliçası savaş edən birisidir. Amma pul kraliçası isə daha çox maddi xeyirlər güdən birisidir. Pul qazana bilir, bacarıqlıdır, səriştəlidir, necə deyərlər. Və bu qadını biz görürük. Və dünyanın qlobal proseslərində əgər 3 kartın üçünə də baxsaq, belə deyək, qılınclar, ondan sonra qılınc kraliçası və pul kraliçası bunu göstərir ki, hansısa bir situasiyalar yəqin ki, qadın enerjisindən bağlı olacaq. Pul proseslərinə təsir edəcək, pul prosesləri olacaqdır ki, burada biz müəyyən dəyişikliklər görəcəyik. Bəli. Və bu dəyişikliklər əslində, əzizlərim, biraz bizi məyus eləyəcək. İlk başdan bizim nəsə xoşumuza gəlməyəcək, bəyənməyəcəyik və müəyyən üzüntü var, müəyyən sıxılma var və ümidlər puça çıxıb, amma sonuna qədər, yəni bütün ümidlərimiz puça çıxmayacaqdır və müəyyən bir, orada belə deyək də, 2 dənə olacaq kupa saxlanılıbdır ki, hələ nəsə dəyişə bilər, hələ nəsə ola bilər, son ümid deyil bu. Bu deməkdir ki, qlobal situasiyada bizi biraz göz yaşları gözləyəcək, bizi biraz depresiyalar gözləyəcək və nəyləsə barışa bilməyəcək. Çünki insan içəridə nəyəsə qəbullana bilməyəndə, barışa bilməyəndə üzüntü, ağlamaq, depresiya və bizi bu proseslər gözləyəcəkdir yaxın 3 və 6 ay ərzində ki, biz sizinlə çıxılmaz bir situasiyada qalacağıq və bu situasiya heç də bizi məmnun etməyəcəkdir. Biz biraz üzüləcəyik, ağlayacağıq, müəyyən bir krizis baş verəcək, çünki krizis kartıdır. Krizis kartından sonra biz belə deyək, müəyyən dörtlü, belə deyək, değnəkləri görürük və dörtlü değnek bizə bunu söyləyəcəkdir ki, eynən, baxmayaraq ki, situasiyalar pisə doğru gedəcək, müəyyən dəyişikliklər olacaq. Bununla da yanaşı kartlar bizə söylüyor ki, təbii ki, bir ümid yeri də qalacaq. Harada ki, biz nəyəsə baxıb sevinəcəyik, nəsə bizi məmnun edəcək. Və yaxud bu qlobal situasiyadan çox insanlar, belə deyək də, özlərinin ailəsinə geri dönməyə başlayacaqlar. Özlərinin qədim, belə deyək də, adət-ənənələrini xatırlayacaqlar. Çünki bu kart, belə deyək, bundan əvvəlki kart, ailə kartı bizə göstərir ki, dörtlü değnəkdir.
bu saadət verir bizə, bu xoşbəxtlik verir bizə və baş verən mənfi situasiyalar bizi ailəmizə yaxınlaşdıracaq, bizi özümüzə sanki geri qaytaracaq və arabada biz görürük ki, bəli, çünki araba əgər biz qlobal situasiyada olan proseslərə baxırıqsa, bu hərbi proseslər deməkdir, çünki burada strategidir və hərbi proseslərin, belə deyək də, bizim həyatımızda görək nəyinə dəyişikliyi gətirəcək. Dəyişiklik, belə deyək, biraz pərdə arxası məqamlar var ki, haradakı biz müəyyən yalanlar eşitmişik çoxlu və o yalanların üstü açılmağa başlayacaq və biz, belə deyək, dünya səviyyəsində bir çox bizdə gizli qalan sirlər var ki, hansı ki, bizə danışılmayıb, bizə məlumat verilməyib və həmçində bu kart müəyyən, belə deyək, manipulyasiyanı göstərir, aldatmağı. Yəni, mən nəsə əldə eləmişəm, amma mən bunu uğurlu, xeyirli deyil, mən bunu nəsə, belə deyək də, bir yalan istifadə edərək, bir aldatma istifadə edərək əldə etmişəm. Və qlobal səviyyədə bunlar olacaq. Yəni bizdə sirlər açılacaq, üstü belə deyək bağlı qalan sirlər olacaq və açılan sirlər heç də bizi o qədər qane etməyəcəkdir. Yəni məmnun olmayacağıq. Buradakı proses göstərir ki, dünya özünün total transformasiyasına girəcək və bu transformasiyada hər kəs, belə deyək, özünün nəyi başarırsa, nəyi edirsə, onu etməyə başlayacaq artıq. Növbəti konfliktlər, qalmaqallar, belə deyək, yaşanmağa başlayacaqdır ki, çünki biz hərbiçidən və özünə geri dönüşdən sonra, yalandan sonra konflikt kartının göstəricisi, bəli, dünyada qlobal səviyyədə bizə ola bilsin ki, müəyyən müharibələrimi gözləyəcək. Müharibə deyil, əzlərim, müharibələr. Və biz bilirik ki, indi də dünyada müharibələrin dövründə yaşayırıq biz. Amma kartlara söyləyəcək ki, yəni çünki mən qlobal səviyyədə götürmüşəm bizi nə gözləyəcək və bu kartın verdiyi mesaj odur ki, konflikt situasiyalar olacaq, müharibələr olacaqdır, biraz qırışma olacaqdır, insanlar belə deyək, bir-birlərini anlaya bilməyəcəklər. Onunla yanaşı da pul mövzularında eynən müəyyən hansısa kainatı qlobal transformasiya gözləyəcək. Yəni, ola bilsin ki, pulun forması dəyişəcəkdir. Biz qorxacağıq ki, müəyyən iqtisadi böhran mı yaşayacağıq, amma kartlar bizə söylüyor ki, iqtisadi böhran deyil, sadəcə olaraq pul fonunun belə deyək, nəyinsə dəyişimi olacaq. Yəni, pul formasını mı dəyişəcək deyil, yalnız elektron pullara mı keçəcəyik və yaxud pulları fərqli şəkildən mi almağa başlayacağıq. 2 dənə dalbadal çıxan, belə deyək də, tuz pentakli və 7-li pentakl bizə göstərir ki, müəyyən həyəcana daxil olmağa ehtiyac yoxdur, həyəcanın yeri yoxdur əslində. Bu konfliktlər, bu mənfi olacaq situasiyalar bizim müəyyən xeyrimizə olacaq. Və biz hər birimiz, belə deyək də, müəyyən çəkilib kənarda gözləmə mövqeyində olacaq, nəsə etmək üçün müəyyən çoxlu baş verən situasiyalar, qarışıq situasiyalar, illüziya olacaq situasiyalar yaşanılacaq qlobal səviyyədə. Göstərilir ki, kainata təbii ki, köməyə ehtiyac lazım olacaq. Harada ki, biz öz gücümüzü göstərməyə məcbur qalacağıq və bu gücümüzün artıq, belə deyək də, oyanış vaxtlarıdır. Eynən müəyyən təklif həyata, kainata, yaşadığımız dövrə hansısa müəyyən təkliflə, belə deyək də, ya biz gələcəyik, ya yüksək qüvvələr gələcək və yaxud nəyisə xilas etmək anlayışında hansısa möhtəşəm belə deyək, təkliflər, situasiyalar yaşanılacaqdır. Və bu hələ yeni başlayacaq özünün gücünü toplamağa, amma buradakı değnek kralı bizə söylüyor ki, çox uğurlu və şanslı olacaqdır. Pulla olan situasiyalar və yaxud konfliktlərlə olan situasiyalar və yaxud ümumiyyətlə qlobalda olan proseslər, haradakı biz təbii ki, müəyyən dağıntıları görəcəyik, katastrofaları görəcəyik. Amma onunla da yanaşı değnek kralı bizə bildirir ki, hər şey yoluna düşəcək. Yəni panikaya düşməyə ehtiyac yoxdur. Bəli. Və bu sürətli dəyişimlər olacaq, sürətli transformasiya olacaq və ola bilsin ki, müəyyən hətta informasiya, belə deyək, müharibəsi də başlaya bilər ki, haradakı biz çoxlu, belə deyək, mesajlar, məlumatlar alacağıq və bu pozitiv anlamda olacaqdır. Deyirik, nəyinsə dəyişimi bizdə toy bayrama, şənliyə, bu proseslərə gətirib çıxardacaq ki, həyatımızın bayağı bir dəyişim prosesləri olacaq. Asılı qalan çoxlu situasiyalar özünün qlobal şəkildə insanların birləşməsi, bir-birinə kömək etməsi ilə olacaq və ola bilsin ki, bizim müəyyən köçlər gözləyəcək əzizlərim. Deyirik, xalqların hansısa köçü baş verə biləcəkdir ki, bir yerdən digər yerə keçid olacaq. Yəni, bir nəfər yox, burada artıq kütlədən, burada artıq xalqdan danışırıq. Çünki açdığımız kart məhz qlobal prosesdədir. Və bizim köçümüzdən sonra təbii ki, artıq planlama, gələcəyə baxma və ondan sonra yenə balansızlıq kartı gəldi. Yəni, balansı tutmağa çalışacağıq biraz, əl-qollarımızı bağlı hiss eləyəcəyik biraz və oyanış, qlobal səviyyədə oyanış olacaq. Biz sizlə keçmişə dönəcəyik, amma keçmişə dönmək, bu bizim, belə deyək də, keçmişdə yatan
adət-ənənələr, bilgilər, həmçinin nəsli bildirir və belə deyək də qorxunc məhkəmə arkanı buradakı olacaq təsvir də onu bildirir ki, hardakı Cəbrayıl mələk tütəkləyir, özünün belə deyək də instrumenti ilə səs salır və qəbirlərdən çıxan insanları görürük. Və bu ümumiyyətlə qorxunc məhkəmə əgər qlobal səviyyədə çıxırsa, bizi həqiqətən də deyirik, gələcəkdə qorxunc məhkəmə gözləyir. Hardakı biz nəslimizə dönmək məcburiyyətində olacağıq, keçmişimizə, özümüzü sorğulamağa, özümüzü tanımağa və oyanışa gələcəyik ki, qlobal səviyyədə. Və bu oyanışın təsiri biraz bizi qorxudacaq. Çünki pərdə arxası qalan sirli məqamlar var, gizliliklər var, qorxu var. Bunlar artıq yavaş-yavaş üzə çıxacaq. Və burada belə deyək də, bu DNA kralı olacaq bir kişi fiquru modeli onu göstərəcəkdir ki, bəli, onun hansısa müharibəsi mi baş verəcək, onun hansısa belə deyək, hücumu baş verəcək və bu nə ilə nəticələnəcək? Əslində, okey, müəyyən sülh yaratmaq, sülhü bərpa etmək timsalında olacaq bu hərəkət, bu yürüyüş ki, bizə elə bir prosesləri verəcəkdir ki, əzizlərim, kartlar çünki artıq təkrar çıxmağa başlayır və müəyyən informasiya artıq gəlmir. Qlobal səviyyədə əgər biz baxsaq, kartın açılımında da biz onu görürük ki, əzizlərim, 2025-ci il oktyabr və noyabr ayından başlayaraq bizim çox böyük transformasiyalar gözləyəcək. Yer üzündəki olacaq elə bir proseslər başlayacaq ki, eyni anda müəyyən belə deyək, təbii fəlakətlərmi, müəyyən siyasi dəyişikliklərmi, coğrafi dəyişikliklər, hətta maddi olacaq, yəni pul anlayışında da belə coğrafi və pulun belə deyək, ekvivalenti anlayışında dəyişikliklər olacaq. Yəni biz məsəl üçün ya manatdan dollara keçəcək, ya dollardan xüsusi olacaq hansısa pula keçəcək və mənzərə tamamilə dəyişəcəkdir. Bu situasiyada, əzizlərim, yəni dedik, təbii fəlakətlər, pul situasiyasının dəyişməyi, siyasi olacaq situasiyaların dəyişimi bizi elə bir proseslərə gətirəcəkdir ki, biz sizlə istər-istəməz oyanış yaşamaq məcburiyyətində qalacağıq. Nə cür biz 2020-ci ildə yaşamışıqsa, koronadakı olacaq belə deyək də müharibə istəyirəm deyəm. Çünki bu əgər insanların sağlamlığıyla bağlıdır, virusun yayılmağı anlayışındadırsa, biz sağlam bir proseslərin yenidən belə deyək canlandığını görəcəyik və buradakı yenə kartlar anlayışındadır ki, bizim üçün heç də asan da olmayan dövr gəlir və bu dövrdə ruhaniyyətlə məşğul olacaq insanlar, özünü artıq həqiqətən dərk edib, inkişaf elətdirib və özünün karmasını təmizləyən insanlar bu dəyişimin içərisində yüksək qüvvələr tərəfindən daima qorunacaqdır. Çünki biz sizlə belə deyək, kainatın işçiləriyik, biz sizlə insanlara suallarına cavab tapmaqda, yolculuqlarında sadəcə uğur əldə etməkdə köməkçi vasitəyik və həmçinin də 20-ci oyanış kartı bizi bunu göstərir ki, indi bizim dövrümüz başlayacaq, hardakı insanlar, belə deyək, psixoloqlar, şamanlar, spiritual koçlar, fərqi yoxdur. Onların erası başlayacaq ki, kainata qlobal şəkildə təsir etmək, kömək olmaq. Və yəni bizim kimi olacaq insanların təbii ki, hər kəsin individual karması da var, amma güclü qorunma altında olacaq. Və bu qorunmanı, belə deyək, biz indidən yaratmalıyıq. Niyə? Çünki bizim üçün hazırlanma məqamı var və insan özünü dərk elədikcə, özünün karmasını təmizlədikcə, bizim gələcəkdə hansısa bir təhlükəli situasiyalara düşmək proseslərimiz karmadan silinəcəkdir. Ona görə indiki boom effektidir ki, əzizlərim, hər kəs psixologiyadır, ruhsal elmlərdir, çox məşhurlaşır və insanlar öz üzərində işləyirlər, özlərini dəyişməyə çalışırlar və bu əslində artıq sizin gələcəkdə baş verəcək çətin situasiyalarda qorunmağınızdır ki, yüksək qüvvələr sizi artıq qorunmaya alacaq və burada qorxmağa ehtiyac yoxdur. Kimlər ki, daha çox material həyat sahəsindədirlər, ruhən özlərini inkişaf etdirməyiblər, təbii ki, onlar depressiya yaşayacaqlar. Və bu depressiya nədir? İtkilər, maddi itkilər vez, ya ailə itkilər vez, ya ölkə itkilər vez, bu prosesləri yaşayacaqsınız. Çünki hər kəsə məlumat verilir. Özünüzü dəyişin, özünüzü inkişaf elətdirin, ruhaniyyətinizi böyüdün ki, gələcək qarşıdakı çətin günlərdə siz xilas ola biləsiniz. Siz bu situasiyalara rahat atıla biləsiniz. Çünki nə qədər karmanız ağırdırsa, müəyyən ağır situasiyalar yaşayacaqsınız və ölkə səviyyəsində. Ona görə bu proseslərin qaçılması üçün əzizlərim, mütləq özünüzlə məşğul olmağınız lazımdır. Şuurunuzu nurlandırmaq lazımdır. O zaman
işıq qüvvələri sizi əllərinin üstündə daşıyacaqlar. Çünki belə bir insanlar kainata indiki situasiyada çox lazımdırlar. Haradakı güclü panika baş verəndə biz nə istəyirik? Danışmaq istəyirik, bölüşmək istəyirik, kömək istəyirik və o zaman artıq necə deyirlər, bizim prosesimiz başlayacaqdır ki, biz qlobal səviyyədə insanlığa kömək etməyə başlayacağıq. Təbii ki, heç kəs bu proseslərdən sığortalanmayıb, nə mən, nə də siz. Amma bizim sığortamız ondan ibarətdir ki, biz hər gün edəcəyimiz prosesləri disiplinli şəkildə etməliyik. Özümüzü təmizləmək, özümüzü dərk etmək, Tanrı ilə olacaq əlaqələrimizin bərpası içəridə ruhunun özündən ki, yaşanılacaq hansısa qlobal katastrofik olacaq proseslərdən belə deyək, yan keçə bilək və bu prosesdə sözün yaxşı mənasında xilaskar rolunu oynamaq. Yəni xilaskar qurban pozisiyası xilaskarı deyil. Xilaskarlar indi başlayacaq artıq fəaliyyətə ki, hardakı deyirik messiyaların gəlişi, hardakı insanlar artıq yüksək qüvvələrlə əlaqədədirlər, telepatik olacaq ünsiyyətdədirlər və bu bizi yeni gələcəyə hazırlayacaq ki, hardakı gələcəkdə demək olar ki, biz sizinlə telepatik ünsiyyətə keçid edəcəyik, ekstrasensor bilgilərinizin, görücülük qabiliyyətinizin olmağı norma və standarta gələcəkdir. Yəni hər kəs artıq bunu biləcək və gələcəyə doğru güclü telepatik bir cəmiyyətin yaranmağı olacaq. Təbii ki, burada artıq texnologiyaları görəcəyik biz, süni intellekti görəcəyik, robotik sistemləri görəcəyik və biz buna doğru gedirik əzizlərim. Hardakı elə bir məqamlar yaşanıla bilər ki, biz təbiətdən, belə deyək, ümumiyyətlə çıxacağıq, uzaqlaşacağıq və çox robotik sistemə girəcəyik. Və ona görə indi ruhların çoxu doğulur ki, bu prosesin qarşısı alınsın, yəni təbiət saxlanılsın, ağaclar, yaşıllıq, otlar, heyvanlar saxlanılsın və biz bütünlüklə elektronik sistemə keçməyək. Çünki əgər biz gələcəyə baxsaq, biz görürük ki, çox, belə deyək, bizi qarma-qarışıq və bulanıq situasiyalar gözləyir. Bu qədər, əzizlərim. Ümidvaram ki, bu açılım müəyyən bəlkə də sizə nəyəsə kömək olacaq, hansısa suallarınızın tapmağına və yaxud motivasiya olacaq ki, özünüzlə məşğul olmağa başlayın. Və bir misalla bu videomu bitirmək istəyirəm ki, İsa Məsihin möhtəşəm bir misalı var ki, İncildə qeyd olunub. Haradakı İsa Məsih, belə deyək, müəyyən qadınlardır, əllərində şamlar tuturlar və onlara söyləyirlər ki, bu şamları, məsəl üçün, bu şəkildə eləyib daxil olmalısınız içəriyə, otağa hardasa, bu adi hekayədir. Və təbii ki, onun sözünə qulaq asıb bunu eləyənlər də oldu və onun sözünə qulaq asmayıb bunu etməyənlər də oldu. Qulaq asanlar şəfa tapdı, xilas oldu. Qulaq asmayanlar isə öz ucbatından sadəcə olaraq məhv oldu. Çünki hər dəfə kainat bizə müəyyən, belə deyək də, sonun başlanğıcında, mənfi situasiyaların başlanğıcında bizə xəbərdarlıq edir. Bizə özünün ruhani üstadlarını göndərir, messiyalarını göndərir ki, biz buna hazırlaşaq. Öpürəm hər birinizi, uğur olsun, növbəti videolarda görüşənədək.